Bütün dünya bu reseptdən danışır. Türkiyədə trend olan o məşhur yeməyi hazırladım. Tavaya kərə yağını atıram. Tomat pastası əlavə edirəm. Toyuqlarımı əlavə edirəm. Qaynatmışam, didmişəm bu şəkildə. Atışdırıram. Onun da üzərinə duz və qara istiyat. Üzərinə düyün əlavə edirəm, yumuşam, süzmüşəm. Doğradığım cəfərini tökürəm. Açdıram. Toyuğun bulyonu varsa, toyuğun bulyonunu əlavə edin üzərinə. Yoxdursa, su əlavə edin. Suyu da əlavə elədim. Qaçışdırıram və vamxotda ağzını bağlayıb qoyuram bişsin. Vamxotda bişsin. Bişdim. Qoydum soyusun. Baxın, belə qəşəng. Xəmirimi də yoğurmuşdum. Su, duz və un. Kündələrə bölürəm. Xəmiri açdım. Bu şəkildə. Beləm. Bunu da açdım. Çiliyi əlavə edirəm. Bu şəkildə. Bu resepti hər kəs bişirir, amma bununla paylaşmır ki, bunu bişirəndən sonra bu bir-birinə yapışmır. Ona görə un əlavə edin. Baxın, onda heç ələ də yapışmayacaq. Bu cürə qəşəng alınacaq. Baxın, bu şəkildə çilikləri düzdüm. İndi isə bunu qəşəng bükürəm. Bu tərəfə. Baxın, bu şəkildə hazır oldu. Suyumu qoymuşam qaynamağa. Duz da tökmüşəm. Aparım bişirməyə. Xəmirlər qalxdı. Deməli, hazırdır. Yıxıram qabağım. Siz də hazırlayın. Nuş olsun.